20 il boyunca topa toxunmadan böyük klubların futbolçusu olmağı bacaran adam. Carlos Kaiser. O, futbol tarixinin ən böyük fırıldaqçısı hesab edilir. Carlos, 20 illik karyerasında ondan çox futbol klubuna transfer olmağı bacarıb və bir dəfə də olsun rəsmi oyuna çıxmayıb. Bəs Carlos 20 il boyunca bunu necə davam etdirib? O, ulduz futbolçularla dostluq edib, əlaqələri, tanışları vasitəsilə özünə saxta imic yaradıb. Jurnalist dostlarına saxta məqalələr yazdırıb, klublara uydurma skaut adları ilə zənglər edib. Bəzən isə klublara sponsor gətirmək barədə vədlər verib. Futbolçu olmaq üçün hər şeyi edib, futbol oynamaq üçünsə heç nə etməyib. Müqavilə bağladığı klublara keçən kimi ilk məşqdə güya zədələnib və bütün sezonları oyunlara çıxmadan tamamlayıb. Carlos Kaiser'in rəsmi bir oyuna çıxmağa ən çox yaxınlaşdığı an isə budur. Məşqçi ona oyuna çıxmaq barədə təlimatlar verir. O isə təlimatdan saniyələr sonra rəqib azarkeşlərə söyərək, qırmızı kart alaraq meydana çıxmadan meydanı tərk edir. Carlos Kaiser'in hekayəsi iş dünyasında bizə bəzən imicin istedaddan daha önəmli olduğunu göstərir. Təkcə futbolda yox, bütün sahələrdə.